İsmail qurbanı əslində nə bayramıdır? Məlumdur ki, Allah İbrahim Peyğəmbərə oğlu İsmaili qurban verməyə məsləhət verir. İbrahim Peyğəmbər İsmaili qurban kəsmək istədikdə Allah buna əvvəl imkan vermir və əvəzini heyvan göndərir. Bu bayramın əsl, yəni gizli mənalarını dərk etmək üçün biz İsmail obrazının nə obraz olduğunu dəqiqləşdirməliyik. Mənbələrə görə İsmail atası İbrahimin beytin yüksəldilməsində iştirak etmişdir və beytə nəzarət bilavasitə İsmail həval olunmuşdur. Burada beyt dedikdə Beytullah, yəni Allahın beytindən söhbət gedir. Və bu beyti yaradanda o oddan yaradılmışdır. Və İbrahim Peyğəmbər bu binaya atılmışdır, bu oda atılmışdır. Və ora sakitləşdirici cənnətə çevrilmişdir. Başqa sözlə, burada İsmail obrazı bilavasitə beytlə bağlı olan obrazdır. Tövratda İsmaillərin eli Madyanın, yəni Midyanın Gelad eli, Gelad İsmaillərin eli kimi keçir. Və Allah Geladı mənim Geladım adlandırır. Gelad rəmzi digər mənbələrdə Xaldeya kimi qeyd olunur. Və məlumdur ki, Xaldeyada Babil qülləsi tikilmişdir. Və bu qüllənin rəmzi adı, rəmzi mənası Allahın qapısı deməkdir. Başqa sözlə, Allahın beyti olan Gelad eyni zamanda Allahın qapısıdır. Və bu beytə nəzarətdə İsmailə tapşırılmışdır. Bizlərə Gelad eli Xelat kimi məlumdur və bu Azərbaycan Atabəklər ailəsinin mülküdür. Başqa sözlə, İsmail obrazı bilavasitə Azərilərlə bağlıdır. Azəri pirləri ilə bağlıdır. İsmail ümumiyyətlə bilmək lazımdır. Şəcərədə İsmail Peyğəmbərin nəsli, İsmailin nəsli Enki, yəni Ənkədən başlayır. Ənkənin oğlu Azər kimi qeyd olunur. Azərin oğlu İbrahim Peyğəmbər kimi qeyd olunur. İbrahim oğlu isə İsmaildir. Və bu İsmail rəmzi özü batini mənada ismi el, səma eli, göydəki ruhlar dünyası deməkdir. Başqa sözlə, İsmail obrazı göydəki dünya ilə bağlıdır. Bu Xelat göylərində, Xelat göylərində yazılmış Xüld cənnəti kimi keçir Quranda. Deməli, İsmail obrazı heç də adi obraz deyil və bilavasitə göylərlə bağlı obrazdır. Mühiddin İbn Ərəbi qurban mərasimi bilavasitə Allahla əlaqələndirir. O, Allahın, İsmail, İbrahimin oğlunu qurban verməsini Allahın, yaradıcı Allah və onun ruhunun ahirətdə sağ qalması üçün keçilən mərasim kimi göstərir. Bu beyt, yəni İbrahimin beyti bilavasitə qurban ruhlarından yaradılmışdır. Mən öz yazdığımda, söhbətlərimdə vaxtda demişəm. Tövratda bu haqda da xüsusi məlumatlar var. Yəni ki, deməli, Azəri pirlərinin cəddi Bəştüzəman 100 minlərlə qurban kəsərək onların ruhlarını ilahla birləşdirir. Və bu qarşılıqdan göydə beyt yaradır, cənnət yaradır. Xelat göylərində Xüd cənnəti yaradır. Başqa sözlə, İbrahim Peyğəmbərin obrazı qurban ruhlarından yaradılmış cənnətlə bağlıdır. İbrahimin özü rəmzi mənada, batini mənada daha doğrusu, deməli, göydə yaradılmış Ra-Amon, yəni Rəhman Allahın deməkdir. Rəhman Allahın obrazıdır. Bunlar çox qədim, çox dərin mənalı rəmzlərdir. Çox təəssüf ki, insanlarımız bunlar haqqında heç nə bilmirlər. Başqa sözlə, İsmail obrazı göydə yaradılmış ruhlar dünyasının obrazıdır. Lakin burada əsas obraz deməli, İbrahim Peyğəmbər olduğu üçün, yaradıcı Allah rolunda burada İbrahim Peyğəmbər keçdiyi üçün İsmail obrazı ahirətə aid edilir. Tövratda qurban ruhlarından yaradılmış ruhlar dünyası Skiniya, yəni vəh çadırı adlanır. Və bu çadırın əbədi var olması üçün hər gün qurbanlar kəsilir. Və bu qurbanlara da nəzarət bilavasitə İsmail nəslinə həvalə edilmişdir. Başqa sözlə, burada İsmail obrazı göydəki cənnətin, ruhlar dünyasının obrazıdır. Və bu obraz eyni zamanda əli mənasındadır. İsmail adı da eyni zamanda ismi əli kimi oxunur batini mənada. Deməli, bu obraz, İsmail obrazı bilavasitə İmam Əlinin obrazıdır. Və bu ahirətdə yaradacaq göydəki ruhlar dünyasının obrazıdır. Və Allah göydəki ruhlar dünyasının yaradılması üçün qurbanlar kəsir. Bunlar hamısı rəmzi mənalardır. Və bu qurbanların kəsilməsi, rituallar qədim Hind yazılarında qeyd olunur. Orada göstərilir ki, göydəki varlıq yaratmaq üçün söz, fikir, əməldən istifadə edib magik rituallar keçirmək lazımdır. Bu rituallar vasitəsilə göydə dünya yaranır. Deməli, Misir fironu Amon, mən bu haqqında xüsus qeyd eləmişəm, öz beynində bu ritualı təsəvvür edir
onun köməkçiləri qurbanları kəsir və o qurban ruhlarının göydə yaradılmış beytin yerini tutması üçün yerdə xüsusi əməllər həyata keçirir, rituallar keçirir. Bu üç əməllə bir yerdə söz, fikir, əməl, dünya göydə ruhlar dünyası yaranır. İslamda da bu haqda məlumat var. İslamda bu haqda həcc mərasimində qeyd olunur. Burada Məhəmməd Peyğəmbər deməli həcc vaxtı dəvəyə minir və bu ihram vəziyyətinə girir. Və qoyunları, qurban ruhlarını, qoyunları öz qabağına qatıb aparır. Bunlar hamısı ekstatik durumla bağlıdır. Və həcc mərasimi əslində insanın ekstatik durumda göydəki ruhlar dünyasına etdiyi səyahət deməkdir. İnsanlarımız hələ də elə başa düşürlər ki, bu əsl həcc onların Məkkəyə bu gün elədikləri həccdir. Həqiqətdə isə həcc haqq deməkdir. Və həcci olmaq haqqa çevrilmək deməkdir. Məhəmməd obrazı, deməli Məhəmməd obrazı Misir Fironu, Amunun obrazıdır. Məhəmməd Peyğəmbərin əsl adı da Məhəmmədül Əmindir, yəni Amondur. Göydəki onun ruhlar dünyası, ölümsüzlük qazanmış ruhlar dünyası Quranda Ruhul Əmin kimi gedir. Əminin ruhu kimi gedir. Və o insanlara fikrini bildirir. Vəhy vasitəsilə fikirlərini bildirir. Və ərəb dili də bilavasitə bu mənadadır. Vəhy dili deməkdir. Ümumiyyətlə insanlar heç nə bilmədiyi üçün mən bir mövzudan digər mövzuya keçirəm. Çox təəssüf, insanlarımız ümumiyyətlə həqiqət haqqında heç nə bilmirlər. İslam dini ən kamil dindir. Sadəcə bunun batini mənası kamildir. Çünki burada Allahın göydə yaratdıqları bütün bu yaradılışdan söhbət gedir. Allahdan söhbət gedir. Misir Fironu Amun göydə ilahdan el yaratmışdır. Qurban ruhları vasitəsilə göydə ilahdan el yaratmışdır. El ilah, yəni Allah yaratmışdır. Və bu Allahın daxilində cənnət, xüd cənnət yaratmışdır. Deməli, həcc vaxtı zəvvarların qurbanları qarşısına qatıb aparması rəmzi mənadadır. Və bu mərasim qədim Misirdə Firon Amonun öz beynində təsəvvür etdiyi ruhlar dünyasını yaratmaq üçün qurban ruhlarını qarşısına qatıb göylərə aparmaq mənasındadır. Bu ekstatik durumda baş verir. Və bu hədiyə adlanır. Bütün bunlar o deməkdir ki, İsmail qurbanı ahirətlə bağlıdır. Və ahirətdə göydə yaranacaq yeni el, ilahdan yaranacaq eli el ilə, yəni İmam Əli obrazı ilə bağlıdır. Əli vilayəti ilə bağlıdır. Ahirətdə yenidən qurban, böyük qurban mərasimi keçiriləcək və bu vaxt milyonlarla qurban kəsiləcək və göydə yeni ruhlar dünyası, yeni cənnət yaranacaq.